Damarım esir şu an. Yeni vlogumdan herkese salamlar. Deməli bugün Qubaya gedəcəyik və mən artıq axşamdan hazırlıq görürəm. Nə hazırlığı görürəm deyə soruşsaz, Qubada qonaq gedəcəyim yerə ətirli şamından hazırlayıb aparmaq istəyirəm. Və burada da görürsünüz bacarıqlarımı yerə dağıtmışam. Amma heç bir problem yoxdur deyib davam edirəm. Niyə? Çünki əsas odur, şamımı hazırlamışam. Yerə dağılsa da eybi yox, təmizləyərik gedər. Burada da əlavə olaraq 2 dənə çiyələk şam hazırlamışam. Və bunları bu şəkildə qurumağa qoyub özüm də gedib yatıb dincəlirəm. Artıq səhər açılır və şamlarımı qəlibdən çıxarıram. Sizcə necədir? Şərhlərdə fikirlərinizi məndən bölüşməyi unutmayın. Çiçək şamıdır, qoxusu isə zambaq ətridir. Çiyələk şamında qoxusu çiyələk ətridir. Burada da qutuya qoyuram. Sonra da lentləyirəm. Davamını da paketləyib artıq yola çıxıram. Orasını çəkməmişəm. Burada da artıq avtovağzala çatmışıq, bilet də almışıq. Sizin üçün ətrafı çəkirəm. Burada artıq marşruta minmişik. Həqiqətən rahat və səliqəli idi marşrutda. Şəxsən mən bəyəndim. Deməli burada da marşruta konfet satan bir day gəlmişdi. Biz də konfetdən aldıq. Daha sonra yoldaşım dedi ki, gəl belə bir şey edək. Bu konfetdən insanlara da paylayaq, marşrutdakı insanlara. Və bunu deyəndə mən dəli oldum, nə deyə. Sosial fobim tutdu. Amma yoldaşım isə heç kompleksi olmayan bir insan olaraq nəysə onun dediyini etdik, yaxşı da etdik. Həqiqətən çox xoş geri dönüşlər aldıq insanlardan. Səmimi bir ortam yarandı. Və bu da belə xoş bir xatirə olaraq yaddaşımda qaldı mənim. Bu arada mən Qubaya ilk dəfə gedirəm. Bundan əvvəl Balakəndə, Masallıda, İsmayıllıda, Oğuzda, Ağstafada, Qaxda, yəni çox yerlərdə olmuşam. Amma heç vaxt Qubada olmamışdım. Qubaya getmək də bugünə qismət imiş. Burada da şamımı paketləmişəm, artıq sizə göstərməmişdim, dedim indi göstərim. O da bizlə birlikdə gedir. İçimdə fərqli bir həyəcan var idi əslində. İlk dəfə idi gedəcəkdim. Ona görə daha çox belə maraqlı gəlir ki, görəsən necə yerdir, insanları necədir, ətrafı mühit, təbiəti olsun, hər şeyi ilə çox maraqlı gəlirdi. Burada artıq gördüyünüz kimi Sumqayıta çatmışıq, Sumqayıtı keçirik. Hava da öz sözünü deyirdi, buludlar çox maraqlı, günəş isə çox gözəl idi. Artıq burada yavaş-yavaş çatırıq, dağları da görürsünüz. Burada da artıq 5 barmaq dağını görürük. Burada da sürücü fasilə verir. Herkes hamımız düşürük, bir şeyler edirik, atıştırırıq, yemək falan.
Sonra da yolumuza devam edirik. Və bir də hamımız bilirik ki, Qubanın ən məşhur meyvəsi almadır. Amma mən getdim gördüm ki, orada çoxlu gilas bağları da var. İkinci məşhur meyvələr də gilasdır. Və nəhayət Qubaya çatırıq. Artıq burada Bakıdan Qubaya gəldiyimiz marşrutdan enmişik. Başqa bir Qubanın daxilində olan avtobusa minmişik. Getməyə istədiyimiz yerə çatmaq üçün bir nömrəli marşruta avtobusa minmişik. Burada da artıq düşmüşük. Yol üstü körpüdən keçirik. Burada yoldaşım deyir ki, hazırlaş gəlirlər. Mən də deyirəm kim gəlir? O da deyir ki, dilənçilər. Orada dilənçilər dayanmışdı. Yəni nəysə, ondan sonra da yoldaşım dedi ki, bura niyə böyük pəncərə qoymayıblar? Mən də onun sözünə qatıldım, dedim niyə böyük qoymayıblar? Ətrafı görmək olmur. Gedən kimi bir problem tapdıq. Daha sonra taksiyə minirik. Taksi ilə Gətiriş kəndinə getməliyik. Kənd biraz şəhərdən uzaqda olduğuna görə taksidən istifadə edirik. Minirik rahat bir şəkildə. Həqiqətən taksi şoförü də çox mehriban insan idi. Qubadan idi, Qubanın özündən idi. Eyni şəkildə yanımda başqa bir xala oturmuşdu. O da bizlə bir yerdə gedirdi. İnanın, sözün əsl mənasında çox mehriban insanlar idi. Ümumiyyətlə ilkdən biz marketə də girmişdik orada. Market sahibi, hamısı yəni oralıdır da, Qubalıdılar. Ona görə də yəni çox belə pozitiv insanlar idi. İlkdən mən hər zaman sizə əvvəldə dedim ki, görəsən necə olacaq, insanları necədir. Mən getdiyim yerlərdə ən çox ilk fikir verdiyim o yerin insanların necə olduğudur. Və həqiqətən Quba insanları bunu deyə bilərəm ki, çox mehribandılar, çox səmimi, gülər üzdülər. İrəlik kadrlarda da görəcəksiniz xalan necə, yəni bizlə müsbət şəkildə danışır, necə hətta bizi dəvət edir ki, gəlin qonağım olun. O dərəcədə yəni səmimi insanlardılar. Mükəmməl, biz ilkdən elə oradan puan verdik. Məsələ isə yaşıllıq, təbiət, oksigen, insan betonların içindən çıxıb ağaclığa, yaşıllığa, təbiətə girəndə həqiqətən sözün əsl mənasında yaşadığını hiss edir. Kəndin özü də sakit bir kəndə oxşuyurdu. Çox belə səs-küylü, hay-küylü bir yer deyildi. Mənzərəyə isə söz ola bilməz.
Burada artıq qonaq gələcəyimiz yerə çatmışıq. Sadəcə super deyirəm. 2 dənə də bal kimi oğlan var idi. Şəkər, şəkər, maşallah. Həqiqətən qonaq getdiyimiz yerdə bizi çox gözəl qarşılayırlar. Yemək yeyirik, çay içirik, dincəlirik və düşürük biraz da həyətdə gəzirik. Deyirəm ki, oturmağa gəlməmişəm, qətiyyən mən gəzirik. Həyətdə çox gözəl çiyələk var idi, yetişmişdi. Təbii ki, mən də çiyələk sevən biri olaraq sağ olsunlar təklif elədilər. Mən də təkliflərini qəbul elədim, dərdim, yedim və çox təbii meyvə olduğuna görə dərmansız, yəni super. Həyət də çəmənli idi və baxdıqca öz uşaqlığımı xatırladım. Burada da uşaqlı, böyüklü hamımız bir araya yığışıb ortada qaldı, voleybol oynayırıq. Bu da çox həqiqətən mənim üçün dəyərli və gözəl bir xatirə idi. Burada da sərin suyla gözəl şəkildə əl-üzümüzü yuyuruq, sərinləyirik və evə biraz dincəlməyə gedirik ki, enerji yığaq, sonra yenə gəzək. Evdə dincəlib, qəşəng enerji yığdıqdan sonra yenə minirik maşına, çıxırıq, gedirik Asma körpüyə. Bu arada mənzərə super, super, super. Və Asma körpüyə çatırıq. Birlikdə körpünün üstünə çıxırıq və körpünün üstündə irəliyirik. Səslərindən də biləcəksiniz ki, nə dərəcədə həyəcanlıydım, stresə girmişdim, amma həm də maraqlıydı. Burada da güya özüm heç qorxmurmuş kimi balaca qıza ürəklərə verirəm ki, gəl, qorxma. İlk gedəndə çətin olsa da qayıtmaq daha rahat oldu mənim üçün. Birazdan görəcəksiniz onsuz da. Ən əsas məsələ isə bu suyun daha belə çox axdığı hissədir ki, tam da gördüyünüz bax bu hissə. Buradan keçmək belə daha belə biraz insanı strese salır, amma bir tərəfdən də insana belə çox maraqlı gəlir. Videodan belə çox alçaq imiş kimi görünə bilər, amma hündürdür məsafə. Bir də körpünün üstündə çox adam olduğuna görə hər kimsə hərəkət edəndə körpü də belə hərəkət edirdi. Ona görə adam qalırdı belə ki, neyiniyim mən indi. Ay nə gözəl bir bura. Allah'ım.
arada çayın da adı Budiyal çaydır. Bütün ayaklarım esir şu an. Birazdan meşənin içinə girib, meşənin içində gəzirik. Quşların səsi həqiqətən insanı məst edir. Bu ortam da mənə uşaqlığımı xatırladır. Uşaqlıq illərim rayonda keçib. Əsas da rayonumuzun kəndi var idi. O kənddə, yəni baba ocağında keçib. Hər məktəb buraxılışında, yay tətilində o kəndə gedərdik. Çox gözəl, yaşıllıq bir bağı var idi. Cürbəcür meyvəli ağacları, çiçəklər, otlar. Ən əsası isə iri gövdəli, iri budaqlı qoz ağacı var idi. Ondan da sallanan çox gözəl yerləncək. Bağın da içərisindən bir qapı var idi. Qapı da çaya açılırdı. Yəni Kür çayının bir qolu oradan axırdı. Nağıl kimi bir uşaqlığım keçib orada. Ona görə də bugünkü gündə təbiət gəzəndə, meşəli, yaşıllıq gəzəndə avtomatik olaraq uşaqlığıma qayıdıram. Burada artıq qaydanda daha rahat qayıdıram. Heç yerim əsmir və rahat bir şəkildə çıxıraq gedirik. Sağ ol, sağ ol. Allah xeyir versin. Eyni məkanda çox gözəl çardaqlar var idi. Orada istədiyiniz kimi xidmət göstərirdilər və həqiqətən orada xidmət göstərən insanlar da çox cana yaxın, çox mehriban. Həqiqətən maşallah hər şey dörd-dörtlük idi. Voleybol oynamaq üçün belə yer var idi, sitka. Əsl ailə məkanı deyə bilərəm. Ailə və ətraf yaxın çevrə ilə gələ biləcək, gəlinə biləcək ən gözəl yerdir deyə düşünürəm. Bu arada elə bilərsiniz ki, buranı reklam edirəm, amma heç bir əlaqəsi yoxdur. Çünki hal-hazırda mənim oranın reklamına ehtiyacım ola bilər, nəinki oranın mənim reklamıma ehtiyacı olsa. Biz xanımlar olaraq deyirik ki, oturmayaq, gəzək biraz da ətrafı kəşf eləyək. Ona görə də qız-qıza çıxırıq, biraz da irəli gedirik, gəzirik. Mənə də çox maraqlı gəlir ki, çayın əsas belə axar hissəsi haradır. Bura gəlib baxıram, görürəm ki, o qədər sürət axar var ki, bura bir dənə çöp belə düşsə, saniyə yox, heç saniyə içərisində yox olar. Sonra görürəm, rahatlayıram. Həm çox maraqlı görünür, həm də vahiməli görünür, nə yalan deyim. Həqiqətən də mükəmməl, möhtəşəm. Qaydanda da görürük ki, kişilər sağ olsun, qəşəng çayımız da hazırdır, samavar çayımız. Otururuq, bir stəkanda çay içirik, söhbət edirik, danışırıq, gülürük.
hələ yerləncəyə minməyi də unutmuruq təbii ki. Balaca qızla gedirik qəşəng yerləncəkdə də yerlənirik. Bir də çay kənarı olduğuna görə hava axşama tərəf getdikcə daha da soyuq olur və insan üşüyür. Orada da sağ olsunlar, hər kəsin xüsusi ədyallar var çiynə atmaq üçün. Yenə də asma körpüyə gələcək olan varsa, mütləq özünüzlə, əgər üşüyənsinizsə, geyinmək üçün nəsə gətirin, qalın. Hava qaralır və deyirəm ki, qoy biraz da ətrafı kəşf edək, ətrafı biraz da gəzək. Qaydırıq yenə çardağa və görürük ki, yenə də kişilər sağ olsun, yemək işini də həll ediblər. Bildiyimiz VIP qulluq görüldü, ona görə də doya-doya dedim ki, dadını çıxaracam. Yeməyimizi də yeyirik, söhbət edirik, danışırıq, yürürük yenə. Daha sonra da artıq yavaş-yavaş evə getmək üçün hazırlaşırıq. Yenə yerləncə görürük və deyirik ki, getməmiş bir dənə də minək, bir balaca da yerlənək üçün. Burada axar daha sürətlidir. Allahım. Burada da demək olar ki, bizdən başqa heç kim yox idi. Hamı getmişdi və biz də artıq yavaş-yavaş gedirdik. Evə getmədən son dəfə Qubada yeni tikilmiş gözəl bu məscidə giririk. Əməyi keçən hər kəsin əllərinə sağlıq. Düşünürəm ki, Allahın yaratdığı möcüzəvi gözəllikləri gəzib ona şükr etməmək ən böyük ayıb olardı. Artıq videomuzun sonuna gəldik. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videomuza like atıb, yorum yazıb, kanalımıza abunə olmağı unutmayın. Bu videomun part 2'si də olacaq, onu da izləməyi unutmayın. Hələlik. Nəsə, Alex, səsinlə danış.